Birinci Qarabağ müharibəsi. Bildiyimiz kimi Sovet Respublikaları içərisində münaqişələr və münaqişə ocaqları mövcuddur. Təbii ki, Azərbaycanda da münaqişə ocağı, ən əsas münaqişə ocağı Qarabağ idi və bu Qarabağ münaqişə ocağını Sovet rəhbərliyi 88-dən bu tərəfə alovlandırmağa başlamışdı. Yəni 87-88-də bu tərəfə alovlandırmağa başlamışdı. Və bu alovlandırma elə Qarabağla bağlı ermənilərin iddiaları 88-dən başlasa da aktiv döyüş əməliyyatları 90 və 94-də, xüsusən də 91-94 aralığında daha çox həyata keçəcəkdi. Birinci, bildiyimiz kimi 1988-də Azərbaycana qarşı Ermənistan tərəfindən bir növ Qarabağa iddialar, həm də Ermənistan özündə mitinglər keçirildi ki, Azərbaycanlılar çıxarılsın və bu mitinglər genişlənir. 1990-da artıq sərhədyanı bölgələrə ermənilər hücumlara başlayacaqdı və bu hücumlar 91-ci ildə artıq intensivləşəcəkdir. Bu dövrdə Azərbaycan Respublikasının artıq prezidenti Ayaz Mütəllibovdur. Biz bunu uşaqlayacaq saxlayın. Prezidentlər dövrünə bölsək daha yaxşı olar. Tamam, 91 əməliyyatları, 91 hadisələr ola bilər, 92 hadisələr ola bilər, 93 hadisələr, 94 hadisələri. Amma bu 4, yəni söhbət 90-dan 94 arasında baş verən hadisələr 3 prezident dövrünə böləndiysə, tam fərqli bir çərçivə çıxır qabağımıza. Ayaz Mütəllibov dövründə dedi ki, 90-cı ildə ilk sərhədyanı bölgələrə hücumlar olacaqdı. Bunlar hansılardır? Belə deyək də, Malıbəyliyə, Quşçulara hücumlar baş verir ermənilər tərəfindən Qarabağ daxilində və silahlı toqquşmalar olacaqdı. Buna cavab olaraq bilirsiniz ki, Azərbaycanda özünü müdafiə qüvvəyə yaradılacaqdı. 91-ci ilin sentyabrında Ermənistan rəhbərliyi Dağlıq Qarabağ Qondarma Dağlıq Qarabağ Respublikasının yaradılması haqqında qərar qəbul edir. Buna cavab olaraq Azərbaycan elə sentyabrda Müdafiə Nazirliyi yaradılacaqdı. 91-in oktyabrında, yəni burada aylar məsələsi çox vacibdir, Azərbaycan Silahlı Qüvvələr haqqında qanun qəbul ediləcəkdi. Sentyabr dedik, sonra oktyabr və noyabrda isə özlü müdafiə qüvvələri yaradılacaqdı və batalyonu yaradılacaq ki, Azərbaycan özünü müdafiə eləsin. Təbii ki, bilirsiniz, bu dövrdə Azərbaycan Bakıda da, daxildə də vəziyyət yaxşı deyildi, siyasi vəziyyətdə çəkmələri var idi. Bu vaxt ermənilərin Xankəndində, Xocavənddə, Xocalıda və digər Azərbaycan kəndlərində qırğınları baş verirdi. Qırğınlar deyəndə kiçik çaplı bir toqquşmalardır və burada Azərbaycanlılar qətlə yetirilirdi. Və Azərbaycan rəhbərliyi tələb edir ki, həm o dövrdə SSR mövcud idi. SSR-dən tələb edir ki, bəs nümayəndə heyəti göndərilsin və buradakı vəziyyətlə tanış olsun. SSR nümayəndə heyətləri, həmçinin Qazaxıstanın nümayəndə heyətləri, həm də Rusiyanın nümayəndə heyətləri və Azərbaycan nümayəndə heyətləri, orada Azərbaycanın dahi şəxsləri var idi. Və 91 noyabrında vertolyotla Xocavəndə getməli idilər ki, Xocavənddəki olan bir vəziyyəti araşdırsınlar, buradakı erməni hücumlarını aydınlaşdırsınlar. Və bu erməni hücumlarını aydınlaşdıran heyət Bakıdan qalxır 91 noyabrın 20-sində və Qarakənd faciəsi adı altında, yəni tarixə düşəcək bir hadisə baş verir. Xankəndi hava yolunda, Ağdam-Xankəndi hava yolunda vertolyot vurulur ermənilər tərəfindən və buradakı olan hamı demək olar ki, vəfat edəcəkdir. Buna cavab olaraq 91 noyabrın Azərbaycan Ali Soveti qərar qəbul edir ki, Dağlıq Qarabağın 23-cü ildə verilən, 21-də daha doğrusu verilən statusu və yaradılan DQMV, 23-də yaradılan DQMV artıq ləğv olunur. Ora Azərbaycan suveren hüquq ərazisidir və bu proses Ermənistan xoşuna gəlməyərək Dağlıq Qarabağ Ermənistanın birləşməsinə bağlı qərar qəbul edir və bu isə Azərbaycan ərazi bütünlüyünün kobudcasına pozulması demək olacaq. 91-ci ildə ermənilər dekabrında Meşəliyə hücum edirlər, Xocalı Meşəli kəndində qırğınlar törədəcəklər və Meşəlinin tutulması ilə Kərkicahan strategiyası məntəqəsinin ərazilərinin gülləbaran edilməsinə Şuşanı mühasirəyə alırlar. Və beləliklə 91-in dekabrında da bu hadisələr baş verəcəkdir. İndi keçirik 92-ci il hadisələrindən. Yenə də prezident Ayaz Mütəllibovun dövrünə təsadüf edir. Yəni bu iki dövrdür. Burada Elçi bəy də var, amma yenə də Ələk Ayaz bəy. Şuşanın mühasirədən çıxarılması üçün Müdafiə Nazirliyinin ilk dəfə və planlı hərbi əməliyyatı olan Daşaltı əməliyyatı keçiriləcəkdir. Daşaltı əməliyyatı 92-nin yanvarında keçirilir. Və 92 yanvarda keçirilən Daşaltı əməliyyatı
uğursuzluqla səbəb olur, nəticələnəcəkdir. Bunun səbəbi isə həm hərbi sirri yayılmışdır. Yəni düşünün ki, Azərbaycan əməliyyata başlayacaq saat 12-də. Ermənilər dünəndən bilirlər ki, Azərbaycan tərəfi hərbi əməliyyata başlayacaq. Həm hərbi sirrin yayılması, xəyanətin olunması, həm də ki, bununla paraleldə bir növ belə deyək də satqınçılığın məsələsi idi. Hətta mən sizə deyim, bu yaxınlarda Daşaltı əməliyyatın başçılarını hələ bu yaxınlarda nəşini tapdılar Azərbaycan tərəfi, yəni o dərəcədə bir şeydir. Və burada Azərbaycan ordu hissələri mühasirəyə düşdü ermənilər tərəfindən, bəziləri çox səsi itkin düşdülər və qırıldılar hamısı demək olar ki, və Daşaltı əməliyyatı uğursuz olacaqdı. Bu dövrdə yanvarda dedik ki, Daşaltı əməliyyatı uğursuz oldu və vəziyyət daha da ağırlaşacaqdı. 92-ci ildə fevralında ermənilər Rusiyanın 366-cı motatıcı alayı ilə birlikdə fevralın 25-dən 26-sına keçən gecə Xocalıya hücum eləyir və Xocalıda qətliam törədəcəkdilər. Bundan da tarixi Xocalı genosidi adı altına düşəcəkdir. Xocalıda soyqırım törətməkdə ermənilərin məqsədi. Birinci Xocalının əhəmiyyətinə baxırıq. Xocalı Qarabağda yeganə, Dağlıq Qarabağda yeganə hava limanı yerləşirdi orada və Xocalıda Ermənistandan Xocalıya bir növ şey getirdi. Necə deyim sizə? Silah-sursat getirdi. Amma bu dövrdə Xocalının müdafiəsində duran Tofiq Hüseynov idi, Əlif Hacıyev idi, Aqil idi, Hikmət idi. Bunlar imkan vermirdilər və ermənilərə də bu sərf eləmirdi. Çünki silah-sursat lazım idi. Ona görə də Xocalıya birinci hücum hədəfi Dağlıq Qarabağda Xocalı idi. Xocalının ikinci əhəmiyyəti nə idi? Xocalının ikinci əhəmiyyəti strateji mövqedə yaşayır. Yəni Xocalının tutulması bir çox yüksəklərin ələ keçirilməsinə nəticələnəcəkdir. Üçüncü ən böyük əhəmiyyəti, lap böyük, bəlkə də mən deyirəm ki, Qarabağ müharibəsinin taleyini həll edən hadisədir. Xocalıda soyqırım planı idi. Və Xocalını 92 fevralın 25-26-sı keçən gecə hücum edir erməni qüvvələri və orada soyqırım törədir. Və soyqırım nəticəsində Azərbaycandakı olan psixoloji vəziyyət çökür, Ermənistandakı olan psixoloji vəziyyət artacaqdır. Bu həm də Azərbaycan torpaqlarını demək olar ki, dalbadal boşaldılmasına gətirib çıxarılacaq. Yəni adi panik atırdılar ki, heç ermənilər gəlmirdi o dövrdə, o dərəcədə bir belə ajitaj yaranmışdı. Məsələn, filan kəndə ermənilər yaxınlaşır, cəmaət qorxusundan geri çəkmə məcburiyyətinə qalırdı. Yəni qadınları, uşaqları qorumaq naminə məcbur götürüb çıxırdılar kənddən və kənd döyüşsüz bəlkə də təslim olurdu. Yəni bu bir növ ermənilər çox böyük üstünlükdür. Hətta Ter-Petrosyanın müsahibəsi var. Thomas Degalan Qarabağ adlı əsərində deyir ki, ona kimi Xocalıya qədər Azərbaycanlılar düşünmürdülər ki, biz mülki insanlara silah götürək və vuraq. O dövrdə Ermənistan prezidentidir Ter-Petrosyan və biz onu eləməklə bu stereotipi qırdıq artıq. Yəni bunu artıq sübut edək ki, biz yəni hamıya toxuna bilərik. Yəni siz bizdən qorxmalısınız. Və fevralda Xocalı qətliamı olacaq. Təbii ki, Xocalı qətliamı Bakıda bildirilmirdi. Yəni o dövrki hakimiyyət bunu maksimum dərəcədə gizlətməyə çalışır. Lakin 2-ci Mustafayevin çəkilişləri və ora 2 gün sonra getdiklərindən sonra oradakı olan vəziyyəti görüb və Milli Məclisdə bu məsələni qaldırması və xalqın arasında yayılması qəzəbə səbəb olacaq. Və martın əvvəli Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibov istefa verir və müvəqqəti hökumət, yəni müvəqqəti hakimiyyət Yaqub Məmmədova həvalə ediləcəkdir. Lakin bu dövrdə buna baxmayaraq Azərbaycanda hələ də hakimiyyət davası gedirdi və qırğınlar, yəni belə də hakimiyyət uğrunda mübarizə aparılırdı. Bu tərəfdən isə cəbhədə isə hələ də məğlubiyyət prosesləri mövcud idi. Və 92-ci ilin mayında 8 və mayın 18-də Şuşa və Laçın işğal ediləcəkdir. Şuşanın işğalı Dağlıq Qarabağın işğalının başa çatdırmaq deməkdir. Yəni Şuşa tamamilə tutuldu, Dağlıq Qarabağın işğalı başa çatdırılacaqdır. Laçın işğalı isə təbii ki, Azərbaycanın belə deyək də bir növ, daha doğrusu Qarabağla Ermənistan arasında dəhliz rolunu oynayacaq. Bax bu bölgə Qarabağ bölgəsidir. Bura Laçın bölgəsidir və Laçın tutulması indi o xəritəyə heç baxmıram, elə yox. Yəni buradan tamamilə Laçın tutulması Ermənistanla Qarabağ arasında birbaşa əlaqə yaradılacaq. Və bu əlaqə demək olar ki, bir növ belə deyək də, ermənilərin işini daha da asanlaşdıracaqdır. Həm canlı hərbi qüvvə baxımından qüvvələ gətiriləcəkdir, həm də ki, silah-sursat dalbada gətiriləcəkdir. 92 mayın 8-də Şuşanın tutulması vəziyyəti daha da ağırlar. Hətta bu vaxt İran dövləti Azərbaycana təklif eləmiş ki, Qarabağ müharibəsini dayandırmaq üçün Tehranda danışıqlar aparılsın.
Yəni Yaqub Məmmədov həmin vaxtda Tehranda danışıqlar aparırdı. Atəşkəs razılaşması əldə edilmişdi. Lakin atəşkəs razılaşmasından 2 saat sonra Şuşanın işğalı xəbəri gələcəkdi və Tehran danışıqları yarımçıq qalacaqdı. Və Şuşa işğal olunacaqdı. Bundan da hakimiyyət daxilində böhrana daha da çıxdı. Və bu böhranlardan istifadə edən Ayaz Mütəllibov əvvəlki dərsdə dediyimiz kimi yenidən hakimiyyətə qayıdır. Lakin belə deyək də, Ayaz Mütəllibov yenidən hakimiyyətə gəlməsi bilirsiniz xalq arasında qəzəbə səbəb olacaqdı və yenidən o istefa verəcək. Mayın 18-dir ki, Şuşada, belə deyək də, Laçında işğal olunacaqdı və beləliklə dəhliz rolunu oynayan bölgə də tamamilə erməninin nəzarətinə keçəcək. İyun ayında Əlfəz Elçi bəyin hakimiyyətə gəlməsindən sonra Əlfəz Elçi bəy dövrü deyirik buna. Elçi bəyin hakimiyyətə gəlməsindən sonra Qarabağda əməliyyatlar yenidən başlayacaqdı. Bu dəfə artıq Azərbaycan tərəfindən müsbət nəticələnəcəkdi. Qısa müddət ərzində Ağdərə, Goranboy və Əskərən əməliyyatları olacaqdı. Bu əməliyyatlar üçü də uğurlu olur. Azərbaycan tərəfi qısa müddət ərzində, yəni belə deyək də, qısa müddət ərzində Ağdərə istiqamətindəki torpaqları işğaldan azad edirik. Sonra bu istiqamət, Goranboy istiqamətində bu istiqamətdəki torpaqlar demək ki, işğaldan azad olunur. Yəni qismi Kəlbəcərin bəzi kəndləri falan hamısı demək ki, ələ keçirilmişdir. Sonra bu tərəfdən isə belə deyək də, Əskərən istiqamətindəki torpaqlar da işğaldan azad olmuşdur, hansı ki Qarabağın bəzi bölgələri hissəsində torpaqlar işğaldan azad olunur. Və bu azad olunma hətta Azərbaycan qüvvələri, hərbi qüvvələri Xankəndi yaxınlığına qədər gəlib çata bilirlər. Məsafədə çox olsa da, amma yəni bir gün, 2 gün ara olsa da, yəni mütləq şəkildə gəlib çata bilirlər. Bu əməliyyatlar qısa müddət ərzində özünü belə müsbət mənada doğuracaq. Lakin Azərbaycan daxilində çəkmənin olması, xarici siyasətdəki uğursuzluqlar, plus bir də ki, rəhbərlik heyətinin bu əməliyyatları davamlı şəkildə apara bilməməsi problemi böyüdəcəkdir. Və Rusiyanın isə ən birinci açıq-aydın Ermənistana yardımı problemi daha da böyüdü. Və 92-ci ildə qazandıqlarımızı 93-cü ildə nə edəcəkdik? İtirəcəkdik. 92-ci ildən başlayaraq artıq məğlubiyyətlər başlayacaqdı. Kəlbəcərin Ağdaban kəndi falan işğal olunacaqdı. Hətta bu Kəlbəcərin işğalının əsasını qoyur. 93-cü ildə Kəlbəcər tutulur. Kəlbəcərdən sonra, yəni apreldə Kəlbəcər tutulur. Kəlbəcərdən sonra Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan hamısı işğal olacaq. Dalbada iyun, iyul, avqust ayları və sentyabr, oktyabrda sonuncu Zəngilan işğalı ilə də demək ki, Qarabağı və 6 rayonu işğalı başa çatdırılacaq. Bu vaxt BMT Azərbaycanın bu qıdalıq Qarabağ yox, ətrafı rayonların işğalı ilə əlaqədar olaraq qətnamə qəbul edəcəkdilər. Bu qətnamədə işğal pislənəcəkdi və qeyri-şərtsiz ermənilərin, orada qətnamələrin rəqəmləri var, onları oxuyasınız, öyrənəcəksiniz, hərəsinin qətnamə ayrı-ayrıdır. Ermənilərin işğalı pislənir. Burada niyə qətnaməni, siz düşünə bilərsiniz ki, ay müəllim, niyə ermənilər, daha doğrusu beynəlxalq təşkilat olan BMT digər ərazilərin işğalına qətnamə qəbul eləmir, bu 6 rayona qətnamə qəbul edir. Bunun açıqlamasını verin. BMT nəzdində Dağlıq Qarabağda baş verən hadisələr etnik toqquşmaydı. Yəni, BMT-nin özü bilirsən nizamnaməsində belə bir şey var ki, hər xalq öz müqəddəratını təyin etmə hüququna malikdir. Və BMT-dəki olan rəhbər heyətlər düşünürdür ki, Dağlıq Qarabağda həm Azərbaycanlılar, həm ermənilər var. O vaxtda bilirsiniz də, ermənilər bizə qarşı anti-təbliğat işləri aparırdılar. Güya ki, biz Qarabağda birinci hücum edib ermənilərə bir növ təzyiqlər göstərmişik. Onlar da özlərini müdafiə eləyilmiş kimi qələmə vermişlər. Onun üçün BMT bu məsələyə toxunmurdu. Amma hansı ki ermənilərin yaşamadığı Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda Azərbaycan yaşadığı ərazilərin işğal olması BMT tərəfindən pislənəcəkdir və qətnamə qəbul olunacaq. 93-cü ildə bu necə? Əhəmiyyəti heç nə yoxdur. Zaten biz o qətnamələri özümüz 2020-də həyata keçirdik. Sadəcə olaraq yəni bu əraziləri rəsmi işğal kimi tanıyır. Məsələn, Şuşanı, Laçını rəsmi işğal kimi tanımır, Xocalını tanımırdı. Bildinizsə, orada deyir ki, Azərbaycanlılar gəlsin, ikisi bir yerdə yaşasın. Başa düşdün? O mənada yəni əhəmiyyət məsələsi buyurdu. İndi gəldik Heydər Əliyevin dövrünə. Nə oldu ki, müharibə dayandı? Müharibə dayandı deyəcəyik. Heydər Əliyevin dövrü. 1993-cü ilin oktyabrında bilirsiniz ki, Heydər Əliyev prezident seçiləcək. Heydər Əliyev prezident seçiləndən sonra oktyabr ayında, noyabrda xalq qarşısında çıxış eləyib, bütün
xalqı müharibəyə səsləyir, insanları döyüşə səsləyir, hətta səfərbərlik elan edir. Bu dövrdə Əfqanistan müharibəsinə çox təcrübəli əsgərlər də müharibəyə qoşulur və dekabr ayında düşmənin Beyləqan istiqamətindəki hücumların qarşısı alınıb və Beyləqan döyüşlərində Azərbaycan tərəfi qələbə qazanacaq. 1994-cü ilin yanvar və fevralda döyüşlər başlayır. Yanvarda Murovdağ əməliyyatı olacaqdı. Fevralda isə, yəni həm yanvar, həm fevralda Horadiz, Füzuli əməliyyatları olacaqdı. Murovdağ əməliyyatında əsas məqsəd bilirsiniz də Murovdağ dağ silsiləsi Kəlbəcər rayonu üzərində yerləşir. Murovdağda əsas məqsəd Kəlbəcəri geri qaytarmaqdır. Lakin o dövr çox pis bir təqvimə düşmüşdü. Yanvar ayıdır və qış çox sərt keçirdi. Azərbaycan tərəfi Murovdağ istiqamətində çox güclü irəlilədi. Lakin bu irəliləyişin bir növ təchizat çatdırması çətinlik yaratdığı üçün, yollar bağlandığı üçün Azərbaycan qoşunları bir anlıq mühasirəyə düşdü. Və bu mühasirə nəticəsində, döyüşlər nəticəsində geri çəkmə məcburiyyətə qaldılar və məğlub oldular. Yəni uğursuz oldu. Uğursuzluğun səbəbləri də dediyimiz kimi təchizatın tam vaxtına çatdırılmaması və hava şəraiti idi. Lakin Horadiz Füzuli əməliyyatları isə Azərbaycan tərəfindən uğurlu olacaqdı. Cocuq Mərcanlı və bir çox Horadiz qəsəbəsi azad olunacaqdı. Cəbrayılın bir neçə kəndi azad olunacaqdı. Füzulinin bir neçə kəndi və hətta Kəlbəcərin şimal kəndlərinin bir istiqaməti də bu əməliyyatlarda azad ediləcəkdi. Dağlıq Qarabağ müharibəsi mayın 8-də 1994, mayın 8 və yaxud da 12-si yazılır burada tarixi izah edəcəm sonra, dərsdən sonra. Mayın 8-i və 12-sində Bişkek protokolu ilə Rusiya və ATƏT-in Minsk qruplarının təşkilatçılığı ilə vasitəsilə deyək ki, təşkilatçı Bişkek protokolu imzalanır və Azərbaycan 1-ci Qarabağ müharibəsində məğlub olacaqdı. Və Azərbaycan 1-ci Qarabağ müharibəsində məğlubiyyətin səbəbləri nələrdir? Hakimiyyət daxilində çəkişmələr, ermənilərin bu məsələdə çox ciddi hazırlaşması, Azərbaycanın ordu quruculuğuna çox fikir verməməsi və bir növ belə deyək də başqa səbəblər də var idi. Burada ikinci bir məsələ nə idi? Qarabağ savaşı, yadda saxlayın, indi bunu biz gələn ildə daha geniş ətraflı keçəcəyik. Yəni söhbət 1-ci Qarabağ müharibəsi bütöv keçəndə Qarabağ savaşı, 1-ci Qarabağ savaşı həm şimal istiqamətində, həm cənub istiqamətində həyata keçirilmişdi. Hər iki döyüş istiqamətləri və Qarabağın bütün bölgəsində həyata keçirilmişdi. Və burada yenə də uğurlu hərbi əməliyyatlarımız keçirməyimizə baxmayaraq, sonda nəticədə Azərbaycan Bişkek protokolu imzalayaraq müvəqqəti də olsa 20% torpaqların işğalı ilə razılaşacaqdı. Bu da sizin Qarabağ savaşınız.